35-ci sual. A çoxluğunun elementlərin sayı 25-dir. B çoxluğunun 24, C çoxluğunun isə 35. Bu nə deməkdir? Yəni NA 25, NB 24, NC isə 35-dir. A, B və C çoxluqlarının birləşməsi çoxluğunda olan elementlərin sayı 60-dır. Bu da belə yazılır. 60. Və dəqiq olaraq iki çoxluğa aid olan elementlərin sayı 10-dur. İndi bu nə deməkdir? Bunu gəlin Venn diaqramı ilə başa düşək. Biz hər üç çoxluqda yerləşən elementlərin sayını bilmirik. Gəlin buna x deyək. İndi bizə deyəndə ki, dəqiq olaraq iki çoxluğa aid olan elementlərin sayı 10-dur, nə deməkdir bu? Yəni, baxın, bu A dediyim, yəni bu hissə, baxın, bu hissə, əgər biz buna deməli A, B və C çoxluğu desək, bu yaşılla boyadığım hissə dəqiq olaraq A və B çoxluğuna aid olan elementlərin sayını göstərir bizə. Yəni, sadəcə A və B-yə aiddir. C ilə ümum tərəfi yoxdur bunun. Və bunun kimi də bunu bura B desək və bura C desək, B nə deməkdir? Dəqiq A və C-yə, yəni sadəcə A və C-yə aid olan elementlərdir. C isə sadəcə B və C-yə, yəni eyni zamanda B-yə və C-yə aid olan elementlərdir. Bizə deyir ki, bunların ümumi sayı, yəni A, B və C-nin cəmi 10-a bərabərdir. Yazaq bunu da. Deməli, N ilə yazmayaq. Yəni bunu sadəcə elə A, B və C-nin cəmi kimi yazaq. A üstəgəl B üstəgəl C bərabərdir 10-a. Yaxşı. Bizdən soruşur ki, A, B və C-nin kəsişməsi çoxluğunda neçə element var? Yəni N, A, B və C nəyə bərabərdir? Biz bunu x ilə göstərdik. Deməli, bu sadəcə x deməkdir. Yəni x-i tapmaq lazımdır. Əvvəlcə gəlin düsturu yazaq. Yuxarıda mən düsturu yazacağam. Deməli, N, A, B və C-nin birləşməsi bərabərdir. NA plus NB plus NC çıx N A və B-nin kəsişməsi çıx A və C-nin kəsişməsi çıx N B və C-nin kəsişməsi və plus N A, B və C-nin kəsişməsi. İndi bizim əlimizdə nə var? Baxın, A, B və C-nin birləşməsində 60 element var, bilirik. NA 25-dir, bilirik. NB 24-dür, NC 35-dir. Bilmədiyimiz, baxın, bu hissədir. Daha doğrusu, bunları da biz artıq bilirik. İndi mən bunu yazacağım necə bildiyimizi. Baxın, bunu bilirik. Necə? Nə deməkdir? Yəni, baxın, A və B-nin aşağıda bunu ayrı yazacağım ki, başa düşək. Deməli, orada yazılan nədir? N, baxın, bu hissəni deyirəm ki, yəni başımız qarışmasın. Bu hissə. Elə yaşılla yazacağım bunu. N
A və B-nin kəsişməsi çıx N. Hə. Gəlin bunu belə yazaq. Yəni ümumiyyətlə əvvəlcə bunların biz cəmini tapaq. Yəni bunu biz əgər ayrı bu halda yazsaq, yəni bunu mötərizəyə alsaq bunu, onda burada arada olan işarələr müsbət plus olacaq. Deməli, N A və B-nin kəsişməsi üstəgəl N A və C-nin kəsişməsi üstəgəl N B və C-nin kəsişməsi bərabərdir. İndi baxaq bu nə deməkdir? A və B-nin kəsişməsi buradır. Hansı elementlər var burada? A və X. Deməli, yazırıq. Burada A üstəgəl X. Sonra üstəgəl A və C-nin kəsişməsi. A və C-nin kəsişməsi budur. Yəni B üstəgəl X. B və C-nin kəsişməsi də budur. X üstəgəl C. Deməli, olacaq bu. X-lər var 3 dənə, deməli 3x olur. A, B və C-ni də sadəcə olduğu kimi yazaq üstəgəl. Baxın, A plus B plus C-nin artıq biz 10-a bərabər olduğunu bildiyimiz üçün birbaşa bura 3x toplayaq 10 yaza bilərik. Deməli, bu yaşılla göstərdiyimiz hissənin nəyə bərabər olduğunu tapdıq. 3x toplayaq 10-dur bu. Yazaq burada 3x toplayaq 10. İndi isə baxın bu N, A, B və C-nin kəsişməsi də X olaraq qeyd etdik də biz bunu. Deməli onun yerinə X alacağıq. İndi sadəcə tənlik qurmaq lazımdır. Yəni deyirik ki 60 bərabərdir. Baxın 60 bərabərdir. 25 toplayaq, 24 toplayaq, 35 çıx. 3x üstəgəl 10 çıx. Daha doğrusu üstəgəl X. Tənliyi qururuq. 60 bərabərdir. 25, 24, 35. 25, 24, 35. Çıx. Mötərizə 3x üstəgəl 10. Üstəgəl x. Buradan 60 bərabərdir. 25, 24 və 35-i toplayanda 49, 70, 84 edir. Burada mötərizəni açsaq, çıx 3x, çıx 10, üstəgəl x. Buradan deməli, mənfi 3, yəni gəlin burada mənfi 3x üstəgəl x edir mənfi 2x. 84 çıx 10 edir 74. 74-ü də biz sola keçirsək olacaq 60 çıx 74. Bu edir mənfi 14. Bu isə mənfi 2x olaraq saxlayaq. Mənfiləri ixtisar edək. 14 bərabərdir 2x-dən, x bərabərdir 14 bölünsün 2, yəni 7-yə. Deməli, A, B və C-nin bu nə deməkdir? A, B və C-nin kəsişməsində olan elementlərin sayıdır. Cavab deməli B bəndidir. 36-cı sual. Çevrənin xaricində olan A nöqtəsindən çevrəyə 2 kəsən çəkilib. Bunlardan biri çevrəni K və B nöqtələrində kəsir, digəri isə L və C nöqtələrində kəsir. Çəkək bu şəkili. Deməli, A nöqtəsi verilib. Bu çevrəyə 2 kəsən çəkilib. Biri bu olsun, biri də bu. Deməli, biri bu çevrəni 2 hansı nöqtələrdə? K və B nöqtələrində kəsir. K və B nöqtələri. Digəri isə L və C nöqtələrində. L nöqtəsi A və C-nin arasında yerləşir deyir. Düz götürmüşük. LC parçasının uzunluğunu tapın. Yəni, bu x deyək, misal üçün x-dir. LC-nin uzunluğunu tapın. Əgər AK 6-dırsa, AK 6 cm-dirsə, KB 8-dirsə, AL isə 4. Burada düsturumuz var.
Deməli, düstur belədir. A, B vurulsun AK bərabərdir AC vurulsun AL. AB-nin uzunluğu 6 üstəgəl 8 14-dür. Vurulsun AK, yəni 6 bərabərdir AC. AC-nin uzunluğu 4 üstəgəl x olacaq. Vurulsun AL-ə, yəni 4-ə. 14 vurulsun 6 edir 84 bərabərdir. Mötərizəni açaq. Ya da gəlin belə edək. Bunu olduğu kimi yazacaq, sonra ixtisar edək. 4 toplayaq x vurulsun 4. İndi 4 ilə 84-ü ixtisar edəndə 4-ə qalır burada 21. Yəni 21 bərabərdir 4 üstəgəl x-ə. 4 üstəgəl x bərabərdir 21-ə. X bərabərdir 21 çıx 4, yəni 17-yə. X nə idi bizdə? LC-nin uzunluğu idi. Deməli 17 sm-ə bərabərdir. 37-ci sual. Konusun yan səthinin açılışının mərkəzi bucağı 4π/9 radiana bərabərdir. Konusun yan səthinin açılışı bizə sektor verir. Belə bir sektor əmələ gətirir. Bunun mərkəzi bucağı 4π/9-dur deyir. Bu bucaq 4π/9-dur. Radian olaraq. Bu konusun oturacağı, yəni gəlin konusu çəkək ki, başa düşək nədən gedir söhbət. Konusumuz deyək ki, budur. Konusun oturacağının radiusunu tapın deyir. Oturacağının radiusunu R. Əgər onun doğuranı 7 sm-ə bərabərdirsə, doğuran budur. 7 sm olarsa radiusu tapın. Doğuran, baxın, bu konusun yan səthini açanda doğuranı bunun deməli bura düşür. Bu 7 sm-dir. Bizdən R-i soruşur. Bunun üçün əvvəlcə gəlin bu sektorun uzunluğunu tapaq. Yəni 4π/9 bucağına uyğun gələn bu qövsün uzunluğunu tapmaq lazımdır. Deyək ki, misal üçün bu S olsun. Bunu tapmaq üçün, yəni sadəcə belə bir məlumat var. Yəni S bu 4π/9 bucağına uyğun gələn qövsün uzunluğu bölünsün radiusa, yəni S bölünsün 7-yə bərabər olur mərkəzi bucağı bunun. Yəni S böl 7 bərabərdir bu radiana 4π/9-a. Buradan əgər çarçarpaz vursaq 9S bərabərdir 7 vurulsun 4π, yəni 28π-yə. S bərabərdir 28π bölünsün 9-a. Yaxşı. İndi isə bu S konusun oturacağının uzunluğudur. Yəni oturacağında çevrə var və bu çevrənin uzunluğudur bu S. Deməli çevrənin uzunluğu əgər 28π/9-dursa, düstura görə uzunluğun, yəni çevrənin uzunluğunun düsturu 2π vurulsun R-dir. Bərabərdir nəyə? 28π/9-a. Bizə R lazımdır, ona görə də R bərabərdir, yəni R-i sadəcə ifadə edək. 28π/9 bölünsün 2π-yə. Bu isə deməli köçürürük birincini və 2π-nin tərsinə vurmaq lazımdır. 1 bölünsün 2π-yə. 2π ilə 28π ixtisar gedir. 1 və 14 qalır. Deməli bərabərdir 14/9 santimetrə. Doğru cavab A bəndidir.